Kəsmik formasında qadından gələn axıntı hansı problemin əlamətidir? Daha sıx kəsmikvari axıntı 90% hallarda bu vaginal kandidozun göstəricisidir. Yəni vaginal göbələk infeksiyasının aktivləşməsinin əlamətidir. Daha sıx biz buna rast gəlirik. Bunun da altında bir sıra səbəblər yatır. Bəzən hamiləlikdən sonra, antibiotik istifadəsindən sonra, diabetli xəstələrdə çox sıx rast gəlirik. Menopoz dövründə olan qadınlarda sıx rast gəlirik. Daha çox mövsümi xarakter daşıya bilir. Yay aylarında daha çox baseynə gedib gəldikdən sonra o suyun tərkibində olan kimyəvi maddələr vaginal mühiti pozduğuna görə bu şikayətə daha sıx rast gəlirik. Yəni altında duran səbəblər çoxdur, amma yaradan faktor onu göbələk kandidadır. Vaginada normalda da bütün qadınlarda yaşayan kandida göbələyidir ki, müəyyən müxtəlif faktorların təsirindən aktivləşir və belə bir kəsmikvari axıntı verir. Və elə məsələnin o bayaq dediyimiz elə o ağrılı nöqtəsi də budur ki, əksər hallarda qaşınma şikayəti olan qadınlar aptekə gedib göbələk əleyhinə mazlar, göbələk əleyhinə şamlar alıb istifadə edirlər. Lakin həmişə bütün axıntılar və bütün qaşınma şikayətləri göbələk demək deyil. Bunun altında çox ciddi səbəblər də bəzən ciddi həyati təhlükəli vəziyyətlər də dura bilir.